səhv etmirəmsə 120 ya 121-ci məsələdədir. O məsələlər gəlir axı. Burada var risalə? Yoxdur. Deyir, çanikin lüləsi olur axı. Deyir, lüləsi olmayan bir qabda dəstəmaz almaq olar? Cavab, heç bir işğalı yoxdur, olar. Bu nə sualdır, bu nə cavabdır? Yəni, problem ola bilər, yəni. Hə, ola bilər, yəni, problem. Nə olacaq? Sual versən, cavab yoxdur. Girmişəm, bir dəfə bir forumda çatdı, onların şeydir. Girmişəm, görürəm, biri bunu yazır. Özləridir. Bu sual-cavab yazır. Gəlir də 100-cü məsələ, gəldi 120 ya da 121-ci məsələyə çatdı, dəstəmazın əhkamlarını yazır, müəllim kimi. Bunlar da öyrənirlər. Hamı da Allah razı olsun, Allah elm və bərəkət versin. O da deyir ki, bu mənim deyil, ağanın risaləsindəndir belə, o üçün dua edin, rəhmət belə. Açıq aydın yazır ki, çanik kimi lüləsi olmayan bir qabda dəstəmaz almaq olar, sual, cavab, heç bir işğalı yoxdur. Mən də girdim tezdən Xomeyni niki ilə girmişəm. İbrət üçün, başqa heç nə yox. Mən də başlayıram, düzdür, özümdən deyirəm bunları, amma uyğun şeylər yazıram. Yazmışam ki, sual. Qulpu qırıq qəfadan ilə dəstəmaz almağın hökmü. Cavab, heç bir işğalı yoxdur olar. Görəm, reaksiya gəlmir. Neyse, su var. Neyse, görürəm ki, cavab gəlmir. Yəni, reaksiya, hələm oxuyurlar. Durum yəni də yazdım. Yazdım ki, belə gülmüyüm. Mənə də gülməyə tutur. Yazdım ki, amma uyğundur, risaləyə uyğun şeylərdir. Məsələn, fortuskası olmayan hamamda quslanmağın kimi. Cavab, problem yoxdur. Güldüm onu. Ulan ciddi yani. Nəsə daha yazdıqlarımı deməyəsən. Dəhşətlər. Nəysə, bir yazıb ki mənə, hörmət eləyir də Xomeyni. Mən girəndə yazırlar, xoş gəldin, ağa Azad belə. Yazır ki, başqa şeylər də yazmışdım, dəhşətlər, amma risaləyə uyğun şeylərdir. Dözmədilər, yazdı ki, deyir, ay qardaş, bu qəfədanın, bu fortuskanın qusla dəstəmasa nə adiyyat var? Nə adiyyat var bunun? Mən dedim, bəs o Xomeyninin kitabından yazanda ki, bu məsələni, onda niyə demədin ki, lülənin dəstəmasına adiyyatı var? Bir şey versən? Yəni, o müctəhid də ona olar. Necə yəni? Yəni, bu baxmır sözə. Bunlarda var bu, axı.